Mayın 12-si axşam saatlarında Gəncədə 18 yaşlı Elgün İbrahimov küçədə döyülüb və ertəsi gün aldığı xəsarətlərdən xəstəxanada dünyasını dəyişib. Hadisəni kimin törətdiyi məlum deyil. Hüquq mühafizə orqanları cinayət əməlini törədən şəxs və şəxslərin axtarışını davam etdirir və Elgün anası ilə sonuncu dəfə nə vaxt danışıb? Elgün İbrahimovun anası Fizzə xanım Modernazə açıqlamasında oğlunun çox sakit təbiətdə olduğunu bildirib, bəlkə də bu vəhşiliyi Elgünün dost bildiyi kimsə edib. Dünən axşam prokurorluqda olmuşuq, dedilər, narahat olmayıb, mütləq tapılacaq. O nə dalaşqa, nə pis iş tutan uşaq olub, həm oxuyurdu, həm işləyirdi. 5 fəndən hazırlığa gedirdi. Onun boş vaxtı yox idi ki, kənar işlərlə məşğul olsun. Əksinə, hamını bir araya gətirən uşaq idi. Dostları çox idi, həm qız, həm də oğlan. Hamı ilə də mehriban idi. Sevdiyi bir qız da olmayıb ki, deyim onun üstündə olub bu dəhşət. Fizzə İbrahimova Elgünlə olan son söhbətindən də danışıb. Repetitor yanında hazırlıqlarından başqa o, bazar günləri restoranda ofisiant işləyirdi. İmtahanına 15 gün qalmışdı, istəmirdi dərslərindən yayınsın. Gecə yorğun gəlib yatdı. Ertəsi gün informatika hazırlığına hazırlaşdı, öpüb yola saldıq. Axırıncı dəfə ilə o hazırlıqda olub. Danışdım, dedi, son zəng hazırlığına gedirəm. Ondan sonra bir neçə dəfə yıxsam da zəng çatmadı Elgünə. Sinif yoldaşları ilə də danışdım, ümumiyyətlə son zəng hazırlığına getməyib. İnformatika hazırlığı yoldaşları da Elgünün onlardan aralanıb tək getdiyini bildirdi. Mənim övladım həyat dolu idi. O, ona restoranda son zəng qonaqlığı verəcəkdik. Arzuları gözündə qaldı. Heç bir səbəb mənim balamı o vəziyyətə qoymağa əsas vermir. Onun məktəbində də son zəng ləğv edildi. Bütün dostları imtahana hazırlaşmağa həvəslərini itiriblər. Mən də onlara Elgün üçün oxuyun deyirəm. Qeyd edək ki, qətlə yetirilən Elgün Gəncədəki 34 nömrəli məktəbin 11-ci sinif şagirdi imiş. O bir neçə gün öncə buraxılış imtahanında yüksək nəticə göstəribmiş.